Hello everyone. Salam herkese. Bugünkü dersimiz 6. sınıf dersliyindendir. Unit 3, Lesson, Listening and Vocabulary. Bölümü 3, Ders, Dinleme ve Lügat. Derse başlamazdan önce burada bilmediğimiz sözler var. Onlara nazar salak. Fishing, balık tutma. Horse riding, at sürme. Hotel room, otel otağı. Kayaking, kayak yine kayakla gezinti. Receptions, qəbulçu. Safari, safari parkı. Swimming pool, üzme havuzu. Tour guide, tur bələdçisi. Exercise 1, tapşırıq 1. Name the images with the words phrased below. Şəkilləri aşağıdakı sözlərlə adlandırın. Then listen, check and repeat. Daha sonra dinləyin, yoxlayın və təkrar edin. Təbii ki, uşaqlar burada verilən sözlərdən istifadə edəcək. Fishing, horse riding, hotel room, kayaking, receptions, safari, swimming pool, tour guide. Birinci şəkildə uşaqlar otel otağı gördüyümüz ki, hotel room. İkincidə swimming pool. Üçdə tour guide, yəni bələdçi. Dörddə qəbulçu, reception. Beşdə safari. 6 horse riding. 7 kayaking. 8 fishing sözlərini yerləşdiririk. İndi isə gəlin dinləyək. Your 1. Hotel room. 2. Swimming pool. 3. Tour guide. 4. Receptionist. 5. Safari. 6. Horse riding. 7. Kayaking. 8. Fishing. Sizə rahat olması üçün sağda qeyd etmişəm. Sonunda baxa bilərsiniz. Exercise 2, tapşırıq 2. Complete the adword with the word phrase from exercise 1. Tapşırıq 1-dən söz və ifadələrlə reklamı tamamlayın. Listen and check your answer. Dinləyin və cavabınızı yoxlayın. İlk öncə gəlin dinləyək, daha sonra birlikdə tərcümə edib tapşırığı işləyək. Come and stay at the amazing Safari Hotel. We offer adventure, comfort and fun all in one place. Stay in a big and comfortable hotel room in the heart of a nature reserve. Relax by the swimming pool. Our experienced tour guide takes guests to see elephants, lions and other animals on safari. But that's not all. At the amazing Safari Hotel, you can also go kayaking and go fishing at the river. Just talk to a receptionist to make a reservation. İndi isə gəlin tərcümə edərək birinci tapşırıqda olan sözlərlə boşluqları tamamlayaq. Come and stay at the amazing Safari Hotel. Gəlin və möhtəşəm Safari otelində qalın. We offer adventure, comfort and fun all in one place. Biz maceranı, rahatlığı və əyləncəni hamısını bir oteldə təklif edirik. Stay in a big and comfortable hotel in the heart of nature reserve. Böyük, rahat və təbiətin qoynunda olan bir oteldə qal. Relax by the swimming pool. Üzgüçülük hovuzunun yanında dincəl. Yəni ikinci boşluğa biz üzgüçülük hovuzu yerləşdirəcəyik. Swimming pool. Our experienced tour guides take guests to see elephants, lions and other animals on safari. Bizim təcrübəli bələdçimiz qonaqları, filləri, aslanları və başqa heyvanları safaridə görməyə aparır. But that's not all. Amma bu hamısı deyil. At the amazing Safari Hotel, you can also go kayaking and go fishing at a river. Və siz möhtəşəm Safari otelində eyni zamanda burada uşaq kayaking
qayıq sürə və çayda balıq tuta bilərsiniz. Just talk to a receptionist to make a reservation. Yer ayırtmaq üçün sadəcə qəbulçu ilə danış. Sağ tərəfdə sizə rahat olması üçün qeyd etmişəm uşaqlar. Sonda bir daha baxa bilərsiniz. Exercise 3, tapşırıq 3. Listen to a conversation. Söhbəti dinləyin. Choose the word, phrase that completes each sentence. Hər cümləni tamamlayacaq söz və ifadələri seçin. Onun üçün uşaqlar ilk öncə dinləməni dinləyək, daha sonra hansı variant uyğun gəlirsə onu işarə edək. Hi, I'm Lucas Williams, and this is Teens on the Go, your podcast about travelling for teenagers. Today, I'm talking to Camilla Abbott. Hello, Camilla. Hi, Lucas. So, you were in an interesting hotel last July. Where was the hotel? It was in a nature reserve in Kenya. I was there with my family, staying at a safari hotel. Wow, a safari hotel. What was the best thing about it? Well, there were so many activities at the hotel, but the safari was definitely the best thing. That sounds fun. Was there a tour guide on the safari? Yes, there was. Was the tour guide good? Yes, he was. He was very good. His name was James. And were there wild animals on the reserve? Yes, there were. Giraffes, hippos, elephants, and lions. Great. Were the other animals afraid of the lions? Of course. Were you afraid of the lions? No, I wasn't. I love animals, and lions are my favorites. Baxırıq birinciyə. The conversation is a part of podcast, yəni podkastın bir hissəsi idi, televizor proqramı deyildi, ona görə belə işarə edəcəyik. Daha sonra ikiyə baxırıq. Lucas Williams in the presenter, yəni təqdimatçı idi. Guest isə Cəmilə idi, təbii ki, burada bunu işarə edirik. Camilla Abbott is the guest, təbii ki, qonaq idi. The conversation is about camping holiday, yəni düşərgə qurmaq. Hotel holiday, yəni oteldə olan tətil, təbii ki, oteldə olan tətildən bəhs olunurdu, ona görə bu formada işarə edirik. Dördüncü tapşırığa baxırıq. Listen again and complete the notes. Yenidən dinləyin və qeydləri tamamlayın. Podcast title Teens. Podkastın mövzusu başlığı Teens, yəni yeniyetmələr. Bunu özləri qeyd ediblər. Digərlərini isə boşluqlar biz tamamlayacağıq. Cəmilə was at a safari hotel in Kenya last July. Cəmilə keçən iyul ayında Kenyada safari otelində idi. The safari was her favorite activity. Safari onun ən sevimli fəaliyyətidir. James, the tour guide was very good. James, tur bələdçisi çox yaxşı idi. There were a lot of wild animals on the reserve. Giraffes, hippos, elephants and lions. Orada çoxlu yabani, yəni vəhşi heyvanlar var idi. Zürafələr, begemotlar, fillər və aslanlar. She wasn't afraid of lions. O, şirlərdən, yəni aslanlardan qorxmur. In fact, the lions were her favorite animals. Əslində, aslanlar onun sevimli heyvanlarıdır. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib, abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.